Dedik ki calağı evə verməmişəm, siz öyrənməyin, izah edirəm. Calağın 3 növü var. Sadə calaq, göz calağı və yarıma calaq. Nə? Sadə calaq, göz calağı və yarıma calaq. Uşaqlar, bu calaq qeyri-cinsi yola çoxalmanın növləridir. Yəni biz demişdik ki, qeyri-cinsi yola çoxalmada bir fərd iştirak edir. Qamət əmələ gəlmir. Burada da deyə bilərsiniz ki, mənim axı burada 2 dənə fərd var. Nəyə görə? Çünki calaq nə deməkdir? Kökü torpaqda olan hissəyə deyilər calaq altı. Kimi gətirib onun üstünə calayıramız, olur calaq üstü və yaxud da qələm deyilir. Demək nə oldu? Kökü torpaqda olaraq dedik calaq altı. Gətirib birləşdirdiyim oldu calaq üstü. Dedik ki, calağın 3 növü var. Sadə calaq, yarıma calaq, göz calağı. Sadə calaq nə deməkdir? Uşaqlar, əgər kökü torpaqda olan calaq altı ilə gətirib birləşdireyim calaq üstü, ikisi də eyni yoğunluqda olarsa, ikisi də fikir verin, eyni nazilikdə olarsa, biz buna deyirik sadə calaq. Fikir veririz, deyək, yəni calaq üstünü gətirib maylı şəkildə kəsirəm, calaq altın üzərə yerləşdirirəmsə, bu nə olur? Sadə calaq olur. Bir də var yarıma calaq. Yarıma calaq nə deməkdir uşaqlar? Orada calaq altı daha iri olur, daha yoğun olur və onu en kəsiyindən sağdan soldan başlayıb kəsməyə. Və üzərində tumurcuq olan cavan bir budağı, cavan bir zoğu gətirib ora yerləşdirirəmsə iki tərəfindən, başlayıb sarıyıramsa, bu nə sayılır? Yarıma calaq sayılır. Gördünüz, sadə calaqda ikisi də eyni yoğunluqdur, amma yarıma calaqda calaq altı, calaq üstə nisbətən daha yoğun olur. Bir də var ki, göz calağı uşaqlar. Göz calağı nə deməkdir? Calaq altını T şəklində kəsirəm. Nə şəklində? T şəklində kəsirəm və kəsdiyim o calaq altının o qabıq hissəsini belə pəncərə kimi belə açıram. Üzərində cavan tumurcuq olan, cavan zoğ olan hissəni gətirib ora yerləşdirib sarıyıramsa, bu nə sayılır? Göz calağı oldu. Oldu. Demək göz calağı. Dedi uşaqlar, calaqda yenə deyirəm, qeyri-cinsi yola çoxalmanın növüdür. Burada 2 dənə fərd şəkil eləsə də, amma yenə də qamət əmələ gəlmir deyə. Yəni, buna biz nə demirik? Cinsi yola çoxalma demirik. Qeyri-cinsinin cinsi yoluna fərqi nədən ibarət edir? Bir ana fərd iştirak eləyirsə, qamət əmələ gəlmirsə, bu sayılır da qeyri-cinsi, əmələ gəlirsə cinsi. Oldu.